Niyə dil öyrənə bilmirsən? Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, problem səndə deyil, yanaşmadadır. Birinci səbəb davamlılığın olmaması. Başlayırsan, qarşına çıxan ilk çətinlikdə dayandırırsan. Dil isə fasiləni sevmir. Hər gün kiçik addımlarla da olsa irəliləməlisən. İkinci səbəb yalnız öyrənmək, istifadə etməmək. Çoxlu qrammatikalar bilirsən, sözlər bilirsən, danışmırsan. Dil istifadə edilmədikdə inkişaf etmir. Hər gün 5 cümlə də olsa qurmalısan. Üçüncü səbəb isə səhv etmək qorxusudur. Səhv etmək istəmirsən, ona görə də danışmırsan. Dil səhv edilərək öyrənilir. Səhv etmək susmaqdan daha yaxşıdır. Dördüncü səbəb isə yalnız qrammatikalar öyrənmək, sözlər əzbərləmək. Dil isə listening, reading, writing, speaking, grammar olaraqdan bir neçə komponentdən ibarətdir. Bunların hamısı balanslı formada inkişaf etməlidir. Son olaraq deyə bilərəm ki, çox düşünmə. Başla və davam et.